Salam, hörmətli kanal izləyiciləri. Hər birinizi salamlayıram. Mən Leyla Cahangirova. MİQ və sertifikasiya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə imtahan suallarının izahatını sizə təqdim edirəm və düşünürəm ki, bu izahatlar sizə faydalı olacaq. Əgər siz də elə düşünürsünüzsə, kanalın linkini müəllim yoldaşlarınızla paylaşmağı və onların da faydalanmasını arzu edirəm. Mümkünsə, indi isə gəlin suallarımıza nəzər salaq. Birinci sualımız belədir. Rusiyadan qonaq gəlmiş Andrey ilə Əli onun dilində, yəni rus dilində danışır və onun fikrinə xarici dildə etiketlərə riayət edərək münasibət bildirir. Əli də hansı səriştə formalaşıb? Və hər biriniz yəqin ki, bilirsiniz, məktəbə qədər təhsilin sonunda uşaqlarda biz formalaşdıracağımız səriştələri hər birimiz bilməliyik. Keçən videolarımda da bu mövzuya aid suallar olmuşdu və izahat vermişdim. Bir də xatırlayıram, səriştələrin təsnifatı belədir. Təfəkkürlə bağlı səriştə, fəaliyyətlə bağlı səriştələr və dəyərli. Və hər birinin də özünə məxsus, özünə aid 5 səriştə var. Məsələn, təfəkkür kateqoriyasına aid olan səriştələri yadımıza salsaq, görərik ki, yaradıcı, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə və müstəqil öyrənmədir. Dəyər kateqoriyasına aid olan səriştələri yadımıza salsaq, milli kimliyin dərki, fəal vətəndaşlıq mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət və mədəni müxtəlifliyə hörmət səriştələridir ki, hansı ki, biz məktəbə qədər təhsilin sonunda uşaqlarımızda bunları formalaşdırmalıyıq. İndi burada da artıq görürük ki, yəni sualdan da görünür ki, Əli həm dil bilmə qabiliyyəti var Əlidə, həm də ünsiyyət etiketlərinə Əli riayət eləyir. Və ona görə də bizim sualımızın cavabı nə olacaq? Ünsiyyət B variantı. Geçdik ikinci suala. İkinci sualımızda isə belədir. Həsən kibrit qutularından yaratdığı gəmi modelini, maketini müəllimə və yoldaşlarına göstərir. Həsənin bacarığını 4K bacarıqlarından hansı ilə əlaqələndirmək olar? Və bildiyiniz kimi, biz kurikulum mövzusunu keçəndə və demişdik ki, müasir gənclərdə, ümumiyyətlə, tərbiyə etdiyimiz uşaqlarda hansı keyfiyyətləri biz formalaşdırmalıyıq? Yaradıcı təfəkkürü, tənqidi təfəkkürün, ünsiyyət qurma bacarığı, əməkdaşlığı, qərar qəbul etmə və demək olar ki, səriştələrin hamısını. Və eyni zamanda burada 4K dedikdə, baxın görürsünüz, burada hər biri K hərfi ilə başlayan sözlərdir ki, kritik düşüncə, kooperasiya, kreativ və kommunikasiya. Və hər birini izahını keçən dəfə vermişdim, bir də izah edirəm. Kreativ düşünmə deyəndə, yəni yaradıcılıq, yeni bir həlli yolu tapmaq, məsələyə fərqli yanaşmaq, nəsə yeni bir şey qurub düzəltmək, bu kreativlik. Kritik sözündən tənqid sözü deməkdir, rus sözüdür, kritika. Yəni, burada arqument gətirmək, təhlil eləmək, əsaslandırmaq, oxşar fərqli cəhətləri sadalamaq, qruplaşdırmaq, qiymətləndirmək, bunlar hamısı kritik düşüncə tərzinə aid olacaq. Gəldik, kommunikasiya nədir? Kommunikasiya əlbəttə ki, ünsiyyət deməkdir. Dinləmə mədəniyyəti, verbal, qeyri-verbal bacarıqlar və bütün bunlar kommunikasiyaya aid. Bizdə isə sualda isə nə verilir? Sualda deyir ki, uşaq kibrit qutusundan gəmi hazırlayıb.
Bu da o deməkdir ki, neyniyib uşaq? Əlbəttə ki, yaradıcı yanaşıb kibrit qutusundan, yaradıcı yanaşaraq yeni bir gəmi düzəldir. Gəmi modelini hazırlayıbsa, deməli bu nəyə aid olacaq? Kreativ düşünməyə. Cavab C variantı. Növbəti sualımıza nəzər yetirək. Əlbəttə ki, bu arada kanalımıza abunə olmağı və rəy bölmələrində rəy yazmağı unutmayaq. Növbəti sualın belədir. Məşğələdə fəal olmayan, uşaqları tez-tez danlayan, bəzən də hətta məzəmmət edən və bununla da uşaqlarda özgüvəni pozan müəllim hansı pedaqoji tələbi və etik davranış qaydalarını pozmuş olur? Bu sualda da deməli həm təlimin təşkili tələbləri, həm də müəllimin etik davranış prinsiplərinə aid olan bir sualdır, yəni ikili sualdır. Öncədən biz sualda daha dəqiq bildiyimiz bir hissəni tapırıq. Məsələn, deyirik ki, məşğələdə uşağı məzəmmət etmək, uşağı utandırmaq, uşağa özgüvənini aşağı salan sözlər demək dəstəkləyici mühitə aid idi təlimin təşkili tələblərindən. Elə isə dəstəkləyici mühit burada iki yerdə olduğu üçün deməli biz əməkdaşlıqla stimullaşdırını pozuruq. Bu aid deyil. Bu iki variantdan biri dəstəkləyici mühitdir. Bəs qalan sualın ikinci hissəsində nə deyir? Müəllimin peşə bacarıqları, etik davranış qaydaları ilə bağlı sual. Biz də etik davranış prinsiplərini əgər yadımıza salsaq, görərik ki, davranış prinsiplərini qanunçuluq, layallıq, mədəni davranış, insanlara hörmət, azadlıq və qanuni maraqlarına, şərəf ləyaqətinə, işgüzar nüfuzuna hörmət və zərərsizlik prinsiplərini yadımıza salır. Burada isə müəllim neynir? Uşağı danlayır, uşağa belə deyək də nəzakətli davranmır. Ona görə də mədəni davranış, yəni D variantı doğru cavabdır. Çünki mədəni davranışda nə deyilirdi? Təhsil verən təhsil prosesinin iştirakçıları ilə həm davranışında nəzakətli olmalı, təmkinli olmalı. Sonra ikinci hissəsində verilirdi xarici görünüşünə, geyiminə diqqət yetirməli və s. Yəni, bax, cavab var. Üçüncü sualın cavabı D variantı. Növbəti sualımız isə didaktik prinsiplərə aiddir. Musiqi müəllimi Sevdanın çox gözəl musiqi duyumu olduğunu, pianinoda kiçik əsərləri çalmaq qabiliyyətini üzə çıxarır. Lakin valideynlər onun dizayner olacağını israrlıdır. Bu zaman musiqi müəllimi valideynlərlə söhbətlər aparır və balaca Sevdanın istedadından dalınca getmələrini onlara tövsiyə edir. Nəticədə valideynləri qızı musiqi məktəbinə yazdırırlar. Burada musiqi müəllimi hansı didaktik prinsipin tələbinə əməl etmiş olur? Bilirsiniz ki, 9 didaktik prinsipimiz var. Onları da yada salaq. Nəticə yönümlülük, uşaq yönümlülük, şəxsiyyət yönümlülük, inkişaf yönümlülük, varislik, inteqrativlik, azərbaycançılıq və dünyəvilik. Və bizim bu sualda müəllimə neynədir? Uşağın meylini, marağını, qabiliyyətini, istedadını ortalığa çıxartdı. İstedad potensialını reallaşdırılmasına, inkişafına yönələn hansı prinsipdir? Əlbəttə ki, uşaq yönümlülük prinsip. Cavabımız olacaq A variantı. Və bir daha bizim fərdi dərslərimizdə qoşulmaq istəyənlər üçün burada nömrələrimiz qeyd olunub 050 424 01 və 055 665 35 86 nömrələrinə yazmaqla dərslərimizdə iştirak edib mövzuları daha
məzmunlu, daha dərindən, daha mükəmməl öyrənmə imkanı əldə edə bilərsiniz. Rəy yazmağı və kanala abunə olmağı unutmayın. Təşəkkür edirəm.